Değerli YouTube kanalımın izləyiciləri, Yeni Yasamalda 19 mərtəbəli binanın 15-ci mərtəbəsindəyik. İnşaatçılar metrosuna çox yaxın. Cəmi 2 dayanacaq məsafədə 2 otağa düzəlmə əşyalı bir mənzili sizlərə təqdim edirəm. Əşyalarla birlikdə satılır qeyd edirəm. Alıb rahatlıqla 500-550 manata uzun müddətli icarəyə də verə bilərsiniz. Hal-hazırda biz qonaq otağındayıq. Studiya şəklində bir qonaq otağıdır. Mətbəx isə qonaq otağının qarşısına gətirib belə bir gözəl, səliqəli bir mənzil düzəlib. Gün düşən mənzildir. Bunu siz mənzilə aydın şəkildə baxanda görürsünüz. Baxın, belə bir qonaq otağı. Soyuducu, mikrodalğalı sobası, paltar yuvanı, üzəri tökmə mərmərlə mətbəx hissəsi, divan hissəsi və masaları yerləşdirilib. Televizor da həmçinin baxın bu şəkildədir. Soyutma sistemi, kondisioneri, kombi istilik sistemi, çılçıraq, tam hazır bir mənzil. Qonaq otağını təqdim elədik. Burada giriş qapısı, daxil olduqda solda belə bir giriş mebeli. Burada sanitar qovşağı yerləşir. 50 kvadratdır mənzilin ümumi sahəsi qeyd edirəm sizə. Qanuni bir otaq, 2 otağa düzəlib. Bir qardırob hissəsi də buradadır, qeyd edirəm. Burada mənzilin mətbəx hissəsi olur. Mətbəx qonaq otağının baş hissəsinə, pəncərə hissəsinə gətirilib. Çox gözəl prilik olunub. Buranı yataq otağı ediblər və yataq otağından eyvana çıxış hissə var. Baxın, bu şəkildədir. Orada da kombi qaz sayğacı yerləşdirilib. Mənzil 19 mərtəbəli binanın 15-ci mərtəbəsindədir. Qanuni bir otaqdan 2 otağa düzəlib 50 kvadrat ümumi sahəyə malikdir. Qiymət 155.000 manatdır. Sənəd MTK müqaviləsidir. Binanın digər bloklarında gördüyümüz qarşıdakı blokların hamısında çıxarış var. Bu bina təzə tikildiyi üçün hələ ki çıxarışla təmin olunmayıb. Yaxın müddətdə təmin olunacaqdır. Qiymət 155.000 manatdır. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək.